Salam, bu günlərim izah edəcəyimiz mövzu sınağı qədim Yunanistandır. Demək, ilk öncə birinci sualımızla tanış olaq. Birinci sualımızda deyir ki, göstərilərin aid olduğu döyüş. Əhəmənilər Orta Yunanistanı tutdu. Leonid və döyüşçüləri xəyanət nəticəsində həlak oldular. Deməli, bu döyüş Fermopil döyüşünə aiddir. Çünki Eradan əvvəl 480-ci ildə baş verən Fermopil döyüşündə Yunan ordusuna Əhəmənilərlə savaşda komandanlıq edən Leonid idi və o döyüşdə xəyanət nəticəsində Leonid və onun döyüşçüləri həlak oldular. Doğru cavab D variantıdır. İkinci sualımızda qeyd edir ki, səbəb-nəticə əlaqələrinin doğru göstərilmədiyi cavabı müəyyən edin. Səbəb-nəticə əlaqələrinin doğru göstərilmədiyi cavab. Deməli, ticarətin inkişafı, əhalinin sayının artması, Aralıq və Qaradəniz sahillərində koloniyaların yaranması. Bəli, ümumiyyətcə eradan əvvəl 8-7-ci əsrlərdə Yunanlar koloniyalar salmağa başladılar və bu əhalinin sayının artmasına, əkin sahələrinin azlığına, ticarətin inkişafına, Demos və zadəganlar arasında mübarizənin nəticəsində yaranmışdı bu koloniyalar. Yəni A variantında doğru göstərilmişdir. B variantında qeyd edir ki, Drakon qanunları qəbul edilməsi, yoxsul Afinalıların bütün dövlət vəzifələrini tutması. Baxın, Drakon qanunları eradan əvvəl 7-ci ildə, yəni 621-ci ildə qəbul edilməyə başladı və nəticə hissəsində yazır ki, yoxsul Afinalıların bütün dövlət vəzifələri tutması. Biz bilirik ki, Afinalılar dövlət vəzifələrini tutmağa başlayırlar eradan əvvəl 5-ci əsr Periklın strategliyi dövründə. Yəni, Drakon qanunlarından bunların dövlət vəzifə tutmasının heç bir əlaqəsi yoxdur. Eyni zamanda, Drakon qanunları zadəganların mənafeyini müdafiə edir, yoxsulların deyil. Yəni, burada doğru cavab göstərilməyib B-də. Doğru cavab B-dir. Sonra, üçüncü sualımızda qeyd edir ki, verilmiş klasteri tamamlayın. Klasterimizdə Sparta şəhər dövlətinə aid bir dənə deməli, səbəb göstərilib. Yəni, fəlsəfə, ədəbiyyat, incəsənət öyrənmək qadağan edib, bəli. Amma digərlərini biz tapmalıyıq. Birdə yazır, qulları hilot adlandırırlar. Bəli, Spartada qulları hilot adlandırırlar. Bu doğrudur. Borcu qaytara bilməyən kəndlilər qula çevirirdilər. Borcu qaytara bilməyən kəndlərin qula çevrilməsi Afinadaydı. Bunu Spartaya götürə bilmirik. Ordunun əsasını ağır silahlı piyadalar təşkil edir. Bəli, Spartada ordunun əsasını ağır silahlı piyadalar təşkil edirdi. Üçü də qeyd edə bilərik. Qonşu əraziləri işğal edib əhalini qula çevirirdilər. Bəli, elə Sparta dövlətinin də əsas gəliri oradan idi ki, qonşu əraziləri işğal edirdilər və əhalini qula çevirirdilər. Yəni 1, 3, 4 doğru cavabdır. 5-ə də baxaq. Yazır, taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan olundu. Bu Solon islahatlarında qeyd edilib, yəni Afinaya aiddir. Biz burada A variantını doğru götürürük. Dördüncü sualımızda Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin yazır. Euler-Venn diaqramımızda Yunanistan və Hindistan dövlətlərini göstərmişdir. Roma Respublikasının hücumuna məruz qalıb Yunanistan eradan əvvəl 146-cı ildə. A-nı qeyd eləməliyik 1-ə. Əhəmənilər dövləti ilə mübarizə aparmışdır. Əhəmənilər dövləti ilə 5-ci əsr, 6-cı əsrdə Hindistan, 5-ci əsrdə Yunanistan Əhəmənilərlə mübarizə aparıb. B-ni hər ikisinə qeyd eləyə bilirik. Makedoniyalı İskəndər tərəfindən işğal edilməsi, bəli. Deməli, Makedoniyalı İskəndər tərəfindən Hindistan eradan əvvəl 327-ci ildə işğal edilib. Amma Yunanistan Makedoniyalılar tərəfindən, Makedoniyalı İskəndərin dədəsi tərəfindən işğal edilmişdir. Eradan əvvəl 338 Xronaya, yəni İskəndər tərəfindən yox. Ona görə biz C-ni yazmalıyıq 2-yə. İctimai quruluşuna görə quldar dövləti idi, bəli. Hər ikisi ictimai quruluşuna görə quldar dövlət olub. Çoxallaqlıq mövcud idi, bəli, hər ikisində çoxallaqlıq mövcud idi, yəni bu çoxallaqlara sitayiş olunurdu. Demək, burada oxşar cəhətə biz qeyd elədik ki, B, D, E. Variantlarımıza baxanda oxşar cəhətdə B, D, E olan yalnız E variantıdır. Ona görə də doğru cavab biz E variantını götürürük. Keçid alaraq 5-ci sualımıza. Cədvəldəki hansı hadisələrin yerini dəyişdikdə düzgün cavabı müəyyən etmək olar? İlk öncə biz verilənlərlə tanış olaq. Afina dəniz ittifaqı yarandı. Bəli, eradan əvvəl 5-ci əsrdə.
Afinada ilk metal pullar eradan əvvəl 7-ci əsrdə. Kəndlilərin torpağa görə bütün borcları ləğv edildi. Solon islahatına görə eradan əvvəl 594 6-cı əsrin əvvəllərinə görə. Yunanistanda polis adlanan ilk şəhər dövlətləri meydana gəldi eradan əvvəl 8-ci əsrdə. Elə bir burada dəyişiklik etməliyik ki, ardıcıllıq doğru gəlsin. 1-də verilmişdi eradan əvvəl 5-ci əsr dəniz ittifaqı, 4-də verilmişdi eradan əvvəl 8-ci əsr. Demək, biz 4'ü 1'in yerinə, 1'i də 4'ün yerinə dəyişsək, onda doğru ardıcıllıq gəlir. Yəni 8-ci, 7-ci, 6-cı, 5-ci əsrlər olur. Yeri dəyişən variant 1 ilə 4'dür. Doğru cavab A variantı. 6-cı sualla tanış olaq. Daha tez baş vermişdir. A variantında Dori tayfaları Lakonika vilayətini işğal etdi. Eradan əvvəl 2-ci minlikdə Dorilərin Yunanistanın cənubuna gəlməsi, Peloponnesdə Lakonikanı işğal etməsi. B variantında Afinada ordu və donanmaya başçılıq etmək üçün strategilər seçilməyə başladı. Eradan əvvəl 6-cı əsrin sonlarından. Afina Yunan elminin mərkəzinə çevrilir. Eradan əvvəl 5-ci əsr. İlk olimpiya oyunları keçirilməyə başlandı. Eradan əvvəl 8-ci əsr 776. Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Eradan əvvəl 4-cü əsr, yəni eradan əvvəl 338 Xeroneya döyüşündə. Burada daha tez baş verən A variantında qeyd etdiyimiz 2-ci minillikdə baş verən Dorilərin Lakonikanı tutmağıdır. Doğru cavab A variantı hesab edilir. 7-ci sualımızdan tanış olaq. Uyğunluğu müəyyən edin qeyd edir. Doğru və yanlış tipli bir sualdır. Yəni doğru notdan doğruları, yanlışı notdan yanlışları seçmək lazımdır. Hipokrat dünyanın xırda zərrəciklərdən, atomlardan ibarət olduğunu söyləyirdi. Hipokrat bilirsiniz ki, həkim olub və həkimlər barəsində qanunlar, həkimlərin andı, belə deyim, həkim sahəsində. Yəni dünyanın xırda zərrəciklərdən ibarət olduğunu bu bizə deməli Demokrit çatdırmışdı. Yəni Hipokrata aid deyil. Yəni doğru notda bir yanlış verilir. Ona görə biri götürmürük. Yunan elminin ilk mərkəzi Orta Yunanistandakı Afina şəhəri idi. Xeyr, Yunan elminin ilk mərkəzi Milet şəhəri idi. 5-ci əsrdən Afina şəhəri olacaq. Eradan əvvəl 5-ci əsrdən. Ona görə 1 ilə 2 doğru deyil. Biz ona görə 1 ilə 2-ni götürə bilmirik. Doğru notdan doğru götürülməli. Yəni burada doğru notda yanlışlar qeyd edilib. Keçid alırıq, yanlışlara baxaq. Yazır ki, Solon islahatına görə yoxsul Afinalılar bütün dövlət vəzifələrini tuta bilərdi. Solon islahatında kəndlilərin borclarının ləğv edilməsi, borca görə qula çevrilmə ləğv edildi. Ancaq ki, kəndlilər hansısa bir vəzifəni tutması qeyd edilmir. Kəndlilər yalnız Periklin keçirdiyi islahatlarla bir vəzifə tuta bilərdi. Demək, 3'də yanlışdır. Yanlışın altda olduğu üçün 3'ü götürməliyik. 4'te qeyd edir ki, qədim Yunanlar çox tanrılı dinə ibadət edir, baş tanrı Brahman idi. Bəli, Yunanlar çox tanrılıq dininə ibadət edirlər, çox tanrılara ibadət edir. Amma Brahman Hindistandaydı, Hindlilərin baş Allahı idi, Yunanların deyil. Yəni 4'də yanlış göstərildiyi üçün burada doğru cavab 3-4 qeyd edilir. Davam edirik 8-ci sualdan. Solon islahatının məqsədini soruşur. Bəli, biz Solon islahatlarını keçərkən eradan əvvəl 594-cü ildə qeyd elədik ki, Solon islahatının məqsədi var, mahiyyəti var, nəticəsi var. Məqsədini nə qeyd eləmişdik? Solon islahatının keçirilməsinin məqsədi o idi ki, artıq drakon qanunları o qədər sərtləşmişdi ki, demoslar, belə deyim, aristokratlara qarşı üsyana hazırlaşırdılar. Solon da bir aristokrat olaraq bu üsyanın qarşısını almaq üçün, yəni demoslarla aristokratları barışdırmaq üçün bu islahatı keçirir. Məqsədi bu idi. Bizdə cavablara baxanda aristokrat və demosları barışdırmaq D variantında qeyd edilib. Ona görə doğru cavab D variantıdır. 9-cu sual, xronoloji ardıcıllığı müəyyən edin. Deməli, Yunan şəhər dövlətlərinin azadlığına son qoyulur. Eradan əvvəl 338 Xeroneya döyüşü. Afina şəhəri Yunan elminin mərkəzinə çevrilir. Eradan əvvəl 5-ci əsr. Sparta şəhərinin əsası qoyulur. Eradan əvvəl 2-ci əsr Dorilərin Yunanistanın cənubuna gəlməsi ilə. Afinada gümüş pullar kəsildi. Eradan əvvəl 7-ci əsr. Biz ardıcılığı düzərkən birinci Sparta şəhərinin əsasının qoyulmasını qeyd edirik 3. Sonra Afinada gümüş pulların kəsilməsi 7-ci əsr. Sonra Afina Yunan elminin mərkəzinə çevrilməsinin 5-ci əsr 2. Sonra da Yunan şəhərlərin azadlığına son qoyulması 4-cü əsr 338-ci il. Yəni 3, 4, 2, 1 doğru cavab
E variantıdır. 10-cu sualımızla davam edirik. Məntiqi uyğunluğu müəyyən edin. Piramidamızda Yunanistan, Hindistan, Misir verilib. Bunların üçünün də oxşar cəhətləri. Variantlara baxaq. Roma qoşunları tərəfindən işğal edilməsi. Bəli, Yunanistanla Misiri Roma qoşunları işğal edib. Amma Hindistanla Roma qoşunları getməyib. Bax, ona görə B A variantını götürə bilmirik. Makedoniya dövləti ilə mübarizə aparması. Makedoniya dövləti Yunanistana da elədən əvvəl 4-cü əsr, Hindistana da elədən əvvəl 4-cü əsr, Misirə də elədən əvvəl 4-cü əsr yürüşlər eləyib. 338-ci ildə Yunanistana, 327-ci ildə Hindistana, 332-ci ildə Misirə Makedoniya qoşunları gəldiyi üçün bunların üçünün də oxşarlığını götürə bilirik. B variantı. 11-ci sualda düzgün cavabı müəyyən edin. Bizdə verilənlər nədir? Falanga, Hilot, borcdaşı, agora. Bu 4 dənə əlamət təbii ki Sparta və Afina dövlətlərində olmuşdur, mövcud olmuşdur. Sparta, Afina dövlətləri də Yunanistanın tərkibində olduğu üçün doğru cavab B variantı qeyd edilir. Keçid alırıq 12-ci suala. Qədim Yunanistanda bir çox insanların koloniyalarda məskunlaşmasının səbəbi. Bayaqçı sualda bu haqda məlumat verdim. Deməli, Yunan əhalisinin deməli koloniyalarda məskunlaşmasının səbəbləri, biz dərsimizi keçəndə də bunu qeyd eləmişdik ki, Demos və zadəganlar arasında mübarizənin kəskinləşməsi və əhalinin sayının artması, bir də əkinə yarar torpaqların azlığı. Bu səbəblər Yunan əhalisini buradan koloniyalara getməsinə, yəni Yunanistandan koloniyalara köçməsinə vadar etmişdir. Amma burada doğru cavab 1, 3, 5 qeyd edilir. C variantı. 2. Əhəmənilərlə mübarizədən çəkinmək. Xeyr, Yunan əhalisi əhəmənilərlə axıra qədər mübarizə aparıblar. Varlı şəxslərin hakimiyyəti ələ keçirilməsi, belə deyim, varlı şəxslərin hakimiyyətini ələ keçirsəydilər, nəyə görə koloniyalara köçürdülər ki? Yəni, bu da doğru götürülə bilməz. Düzgün cavab C variantıdır. 13-cü sual, yenə rahat bir suallardan biridir. Uyğunluğu müəyyən edin qeyd edilir. Burada əsasən iş cədvəl üzərindən görülür. Qeyd edilib, Hilot Spartada qullara deyilirdi. Yad düşmən, deməli, yad düşmən Hindistanda deyilirdi qullara. Canlı ölü Misirdə deyilirdi. Danışan əmək alətləri Romada. Ona görə biz cədvəldə variantlara baxmalıyıq ki, ilk öncə Roma verilib. Romanın qulları nə deyilirdi? Danışan əmək alətləri 4 yazmalıdır birinci. Sonra Spartada qulları qeyd edir. Hilot adlanırdı. Birini Spartanın addan yazmalıyıq. Sonra gəlir yad düşmən Hindistanda deyilirdi. Ona görə də 2-ni Hindistanın altında. Canlı ölü Misirdə deyilirdi. Misirin də altından 3'ü qeyd edilməlidir. Doğru cavab D variantı olur. 4-cü sualda qeyd edir ki, Yunanistanda qul əməyindən daha çox istifadə edilirdi. Yəni, hansı sahələrdə daha çox qul əməyindən istifadə edilirdi? Biz dərslərimizi keçəndə Albaniya ilə də müqayisə eləyirdik. Kənd təsərrüfatı işlərində, sənətkar əməlxanalarında bu əsasən Albaniya Atropatenada olurdu. Təbii ki, Yunanistanda da, Romada da kənd təsərrüfatından, sənətkarlıq əməlxanalarına qul əməyindən istifadə olunur. Amma bu bizdən daha çox istifadə olunanı soruşur deyə və daha çox Yunanistanda filiz mədənlərində və daş karxanalarında qul əməyindən istifadə olunub. Doğru cavab 3-4-dür A variantı. Və nəhayət sonuncu 15-ci sualımızda qeyd edir ki, qədim Yunanistanın Hindistandan fərqi qədim Misir dövləti ilə oxşar cəhəti. Yəni Yunanistanın Hindistanla da oxşarlığı var, Misirlə də oxşarlığı var. Təbii ki, fərqlilikləri də var. Burada Hindistanla fərqliliyini soruşur, Misirlə oxşarlığını soruşur. Makedoniya İskəndərin yürüşünə məruz qalması, bu üç dövlətin üçü də Makedoniya, üzr istəyirəm, Yunanistan Makedoniya İskəndərin yürüşünə məruz qalmayıb. Hindistanla Misir qalıb. Bunu biz götürə bilmirik. Roma qoşunları tərəfindən işğal edilməsi, bəli. Deməli, eradan əvvəl 146-cı ildə Yunanistan Roma qoşunları tərəfindən işğal edilib, eradan əvvəl 30-cu ildə Misir. Amma Hindistana Roma qoşunları gəlməyib. Ona görə də Roma qoşunları tərəfindən işğal edilməsi Yunanistanın Hindistandan fərqləndirir, Misirdən oxşar cəhət edir. Doğru cavab B variantıdır.